bu mənəvi hazırlıq məsələsi var. O disiplinə düşmək. O söz var ki, deyir motivasiya gəldi, gedərdi. Yəni bir gün qalxacaq, düşəcək. Razıyam, tam razıyam. Disiplin davamlıdır, yəni eyni nöqtəyə. Razıyam. O disiplini bəs necə yaratmaq lazımdır? Yəni Siz hansı yaş kateqoriya deyirsiniz? Bir də mən yaş kateqoriyası deyim çünki bu müxtəlifdir. 20-30 arası deyək. Okey, əla. Çünki ən belə enerjili vaxtımız həmin vaxtımızdır bizim. Ancaq ən belə boş sərf elədiyimiz vaxt da həmin vaxtdır. Deyim var ki, İngiltərə deyimidir. Tərcümə eləsək belə bir çıxır ki, yəni cavanlığımızı biz itiririk. Yəni cavanlıq siz tamamilə düzgün dediniz. Belə də ən tez öyrənmə zamanıdır. Onu biz itiririk adətən. Kütlə olaraq itiririk. Nəyə görə? Çünki 30 yaşdan sonraki nə qazanacaqsa bu 20-30 yaş arasında məlum olur. Tamamilə doğrudur. Və ondan da başqa biz çox əyləncə axtarırıq cavanlıqda. İndi gəldik bura. Sən Elvin olaraq öz həyatını 40 yaşında necə görmək istəyirsən? Bax, mənim üçün elə başlayır hər şey. Bax, sual verim, necə görmək istəyirsən? Yenə atanın hesabına yaşamaq istəyirsənmi? Okey, atan, onda vəsə, onda həyatı belə sür. Yox, sən ailə başçısı olmaq istəyirsən, sən uşaqlarına nümunəvi ata olmaq istəyirsən, sən ətrafına nümunəvi insan olmaq istəyirsənsə, sən hansısa bir sosial fəaliyyətlə məşğul olmaq istəyirsən, düzdürmü? Onda bu yaramır. Hazırki həyat tərzi sən yaramır.